Hə, 100%. O səsi default olaraq ora nəfər qoyum bilmirəm. Hər dəfə qayıdır arxaya. Bizdə olan proyekt nə var idi? Sizə verdiyim task var idi ki, gedin, neyləyin? Sizdə həmin o datanı çıxardın hansı hala? Ağ günə çıxardın. Bizə maşallah qara günə çıxartmırsınız. Ağ günə çıxardın datanı, vurun ekrana. Qəşəng bu Papa John's datalarında belə. Bunun üçün, məsəl üçün Papa Dias var, pizza var, gələn. Statik olaraq birinci bunların bunu bir dənə tutaq ki, öz səhifəsini eləyərəm. Nə bilim, bura bir dənə mammadan gətirim, səhifə zıplayım bir dənə. Qəşəng görsənsin. Header-ı gətir, şaqqıldat bura. Var bu çox zordur da. Yəni girirsən, kopyalayırsan. Şey barədə, görüntü barədə deyirsinizsə, hə. Mən bunu vaxt barədə eləyirəm. Performans barədə super da. Yəni girirəm 3 saniyəyə kopyalayıram. Siz girin məsəl üçün full byte, low byte-la Tailwind-in özünün, hə. Ay, sağ indi oturun mən burada CDN-dən əlləşeyim, MPM. Bir də gördün ki, burada yazılıb ki, 48 dəqiqə biz hələ flow byte qoşuruq. Dedim qəşəng yazana, hələ bir samballı yazanı görməmişdim. Ay sağ ol, ona görə mən boyayım. Dərsdə ona görə mən boyayım. Nə olsun, hamısını React-da rahat hamısını qəşəng işlədəsiniz, heç bir problemsiz. Header qoydum bura. Bir dənə də bura şey var idi, hero var idi. Bax, bunu da girsən. Bir də UI çox rahatdır bu saytın. UI əlivin altındadır belə. Yəni promoda, yəni hər şeyi yazırsan. Bir də single page var. React deyil, amma next ya da Vue ilə. Yəni bu. Angular. Bax. Hə. Prisma. Hə. Nəsə girirsən bura, bir dənə də bundan götürsən ki, hə, bu mənim saytımın hissəsi də. Burada başda bir dənə bundan dayanacaq section zət. Hə. Saytımız qəşəng statik görsənir belə. Necə görsənir? Hə, belə görsənsin qəşəng. Ondan sonra bizə lazım idi ki, burada bizdə nə var idi? Burada bizdə var idi nələr? Hə. ISO seçimlər var idi da. Bu seçimləri millət şey eləyə bilərsiniz, nə edə bilərsiniz? Burada əslində bizdə datada var idi bu seçimlər. Nə seçimlər var idi? Kateqorinin slagı. Hər halda inanmam ki, siz onu header-a şey yazmamısınız, əlindən yazmamısınız. Burada mən sizə atdığım Papa John's versiyada. Bu kimin versiyası? Yox, bu deyil. Gözlə deyəcəm. CDF var, ona görə qoşulub. Tamam. Biz sənə nə deyirəm? Bax, mən sizə atdığım. Bunu deyirəm da, header-dakı menü yerindəki menü deyirəm. Kateqoriyaları. Bunlar var. Hə. Bunlar statik olaraq əlinə yazmısınız, HTML-ə bura. Hələ nəfər belə şey. Coşqulu, onunla yazmışam. Düzdürmü? Onunla yazmışam. Yox millət, eləməli deyildiniz. Bax burada gül kimi sizin nələriniz var idi. Hə, yəni eləyin, problem deyil. Amma ki, datalarımız var idi da burada baxın. Datanın içinə baxsaydınız, burada kateqori deyə bir də bir 9 dənə şey var. Kateqorinin içində slaglar var burada. Bax, salat, qəlyanaltılar, pizza, Papa Dias görürsüz. Bunları ondan ekrana vura bilərdiniz prinsipi da. Bura bir dənə həmişəki kimi bir dənə JS fayl açım, bir də onun da altında service JS açım. Bir dənə də script JS açım. Tamam, bunlar qalsın burada. Bir dənə də sadə çıxarım, narahat edir. Hə, bunu açdıq bura. Bir dənə birinci bura həmişəki şeylərimizdən, servislərimizdən test-testdə yazıram ki, function get kateg olacaq bu funksiyonun adı. Bu funksiyonun neyəcək? Const response fetch ondan sonra bunundakı JSON linkini qoşaq. Millətdə şey ayırmıram. Gedim keçən dərsdə config faylı ayırım, URL-ləri orada qeyd eləyim. Hərəsini ayrı olaraq get post URL-lərini zadını eləmirəm. Onları bilirsiniz, düzdürmü? Burada statik olaraq qeyd eləyirəm. Heç bu arada şey də tutmuram. Bir də const
data bərabərdir res nöqtə nə? JSON. Bir də ki, promo belə eləyirəm. Daha çox yormuram sizi şey zad tutmaqla. Neydi? Error, merror tutma. Daha bunların əzbərə bilirik. Tamam, düzdürmü? Stansiya neydi? Sintaksisini də bilirik, düzdürmü? Hı? Bilirik. Nəsə səs çıxmır. Hə, ay su. Şübhəli. Export. Nə? Get katek. Ondan sonra bir dənə indeksə gedirəm. Buradan servisi yox. Zəhmət olmasa qeyd edirəm ki, script. JS-in içindəki script JS. Script JS-də də bizdə nə olacaq? Mən deyərəm ki, mənim burada bax şeyin adı neydi? Məpləndiyi yerlər hardadır? Bax burada bunların olduğu. Mən hər dəfə bundan qoymalıyam da bir dənə prinsipi. Düzdürmü? Hay? SVG-ni. Bunu SVG-in bunu. Neysə nə bunun yerinə mən bunun yerinə düzələcəm o Papadias adı. Tamam. Bizdə burada. Bildim. Olsun da. Sən nə deyirsən? Hamısını bir dənə üyelə salaq. 2 dənə URL hardasın? Biri burdadır, ikinci hardadır? Bu bizim şeydir. Bu bizim bloqdur. Ondan sonra bir dənə fərqlidir. Bizdə deyirik nə? Mən də deyirəm qardaş mən çoram, burada 2 dənə URL görmürəm. Heç sonrası yox. Başladım dəfə. Bura bir dənə ID yazıram ki, Zatek menu. Menu nə daxil edir? Zatek list. Tamam. Bunu gedərsən scriptdə bir dənə deyərsən ki, const document const birinci şey yazaq da, həmin adını qoyaq. Kateqis bərabərdir. Document nöqtə get element by id nə? Zatek. Bu arada millət biz bir şey yaddan çıxartdıq ha. Heç demirsiniz. Sağ ol. Type module. Nə yazmışam? Servir olsun da. Nə fərq edir? Server.js. Get katek bu bizə datanı qaytarsın, əslin qəveyt məveyt ondan bundan. Ondan sonra səndə gəl denən ki, let data var, get katek mənə versin. Get katek gəlsin mənə. Ondan sonra məndə də print katek deyə bir function olsun. Tamam, .js-də qoyacam bura. React-ə keçsə bu problem də qalmaz. Ondan sonra bir dənə də function olsun. O function gəlsin. Get kateqə bərabər olsun. Nə olsun bu? Async olsun. Zəhmət olmasa await olsun. Bərabər olsun da. Ondan sonra bir də mən deyirəm ki, kateq listin içinə vurasam bu datanı. Amma data yox da bunu kateq data ilə bunun da ki eyni adla. Bizə bu nə formatında gəlir? Array formatında gəlir də. Ondan sonra gəlib deyərəm ki, kateq datanı nöqtə neynə? Map elə məndə ya da for each elə. Ondan sonra bu nəyin içinə? Gedib deyərəm ki, kateq listin nöqtə inner HTML-in içinə plus bərabərdir. UL list şəklində get şaqqıldat. Düzdür? Budur. Tamam. Burada məndə nə gəlməlidir millət? Baxıram bir dənə datamın içinə slug görürsünüz, kateqori slug. Əslində ikisinin adı eynidir. Eynidir. Elə nöqtə slug yazaq, nöqtə kateqori yazaq, slug daha qısa. Bax, bunun linkinin yerinə gedib nə yazırsınız? Element nöqtə slug.
Getdin yazdın bunu bura. Ondan sonra gedib bir dənə burada print kateqoriyada işlədirsən, baxsan ki, başın boyda error çıxmır. Hə, super, nə gözəl, gözləyəmədi işlədi. Gördünüz, hə. Ondan sonra bunu bir dənə də lap uppercası ilə off. Gördünüz? Pizza saytımız hazır. Hə, bunu gedib iqtisadi əlinə yazmısınız, eləmi? Batırıb kampaniyalar, papadır, uzaqsan. Şey olsa, yumurtaya yazsan neyniyəsən? Təsəvvür elə ki, hə, Yumikonun saytını verirlər Laləyə, oturur, 2 ay qutarır, 2 ay qutarır Laləyə gəlirlər ki, salam xanım, proyektlardadır. Mən zad yazıram bu kateqoriyaları sıralayıram. Ay Allah, buna bax, buna. Sən gələ 2 dənə adam tutasan, bunlar sənə qıraqdan desinlər bir-bir yaz. Rəşin də soruşur sağla, deyir bir nəfər yazıb bunu. Elə əl-ələ tuturlar qıraq. Tim oturur da, Rəşid bunun başında hər, yəni, məsəl üçün, lap 3 dənə də bəs eləyir. Əslində 1 dənə də bəs eləyir, prosto 1 dənəni eləmirlər da, yəni birinin, sənin, məsəl üçün, 2 adamın nəzəri baxışı ayrıdır, qardaş. Mənim görmədiyim səhvi sən gəlib məndən daha yaxşı görərsən. Başa düşdün? Mənim qram səhv görmədiyim kodda sən gəlib deyərsən ki, bu perspektivdən bunu belə yazsaq daha zor olar. Mənim vermədiyim ideya. Bunu yazdıq. İndi bizdə nə? İndi bizdə budur ki, biz kampanyalara basanda Papadiyasa pizza. Burada siz nə edirsiniz? Getmişsiniz ayrı-ayrı səhifələr, eləmi? 1 2 3 4 5 6 7 8 9. Ay maşallah. Bu şey vurdu keçdi, Yumikonu vurdu keçdi. Hə. 9 dənə eşki, içinə də 9 dənə servis. Hərəsində başqası feç olunur. Servisi necə bir eləmisiniz? Yəni da şey barədə, kampanyalara bir servis, Papadiyasa bir servis, pizzaya bir servis. Nə? İçində nə eləmisiniz? Hə də onu deyirəm, bu yəni birdən olmaz, kərəsinə ayrı da oldu da, kopyalamısınız prosta da. Mən də deyirəm, deyir bir dənə. Yox, nə servis-mervislə mən elə şeylər. Elə seriozlu şeylər işlətmirəm. Bir dənə siz neyniyək millət? Bax, burada sign-in məni narahat eləyir, nə olar onu yığışdıraq da. Xəstəyəm, dəliyəm. Pisirəm, başım çatmır. O sign oradan getməlidir. Get. Yaxşı, vəsə. İndi biz siz nə etməliyik? Bu kampanyalara basanda kampanyalar, Papadiyasa basanda Papadiyasa. Mən də deyirəm ki, mənim bir dənə servisim olsun. Mən cəmi bir dənə gedib yazacağam ki, async function function adı nə olsun? Olsun get data. Get product. Tamam. Mən istəyirəm ki, yəni artıq kateqoriyama görə gətirim şeyi, datamı. Yəni bunu eləməyin dinamik üsulu nədir? Biz sizin kimi gedərsən, bunların hamısına ayrı-ayrı sorğu atarsan, Papadiyasa ayrı sorğu, nə bilim, pizzaya ayrı sorğu. Bir də ki, millət bir dənə siz nəyə baxın? Bu üstdəki URL-i görürsüz ha. Bu üstdəki URL-də bir dənə dəyişən nədir? Xahiş edirəm, zəhmət olmasın. Slashdan sonraki hissə. Tamam. Siz bunun yazsaz ki, const mənə respons gələcək. O da ki, fetch olunacaq. O da ki, bura qədər hissəsi eynidir da, düzdürmü? Bura qədər hamısı eynidir, düzdürmü? Bunu bura qədər statik gətirsəz, buradan sonrasını dəyişən olaraq götürsəz nətər olar? ID-yə görə deyil, ID-yə görə işlədənmərik da. Hə. Əvvəllər ID-yə görə eləyirdik bunu. Çünki bizdə ID servislərim var idi, dinamik gələn mənə. İndi də prinsipi məndə kateqoriyaların adı fərqlidir da. Yəni, ha ID gəldi, ha pizza salat gəldi.
Hə, başa düşdünüz? Burada mən deyirəm ki, mənə inşallah kateqori gələcək. Cıtıcı. R-yi. Yox, bəs. Hə. Mən bu cıtıcını da verəcəm bunun arxasına. Məntiqlidirmi? Tamam. Hər dəfə işlədəndə gəlib bir dənə servisim işlədəcək, amma fərqli endpointlə. Hə? Və mənə bu gedib const aydınlama yaşayırsınız. Await nə olacaq? Res nöqtə deyirəm. Bəli də res nöqtə JSON. Ondan sonra bir dənə də return elə mənə datanı. Düzdürmü? Bir dənə də buradan get product by cut. Tamam, düzdürmü? İndi bunu yazdıq. İndi mən harda deməliyəm ki, bunu qəşəng düzəldim siz fikirləşənə qədər. İndi mən bir də deməliyəm ki, qardaş, hə, bunu yazdım. Amma yəni Papa Diasa basanda get ora solluğuna at, mənə datanı gətir. Belə bir şey deməlisən, düzdürmü? Yəni sənin hər hansısa bir əməliyyatın işləməlidir. Prinsipi function olmalıdır bunların üstündə. Düzdür millət? Bunlara klik eləyəndə olmalıdır da, kampaniya Papa Diasın əmrinə. Kampaniyalarda nə var idi ki bizdə? Kampaniyalar ana səhifəmiz kimi bir yerdir. Hə. Onda gedirsən, gedib deyirsən ki, qardaş, bu hər il üçün mən bir dənə 10 klik təyin edirəm. Tamam, 10 klik funksionu. 10 klik funksiyonunda olsun print category cards. Tamam. Print category props. Tamam. Bunu təyin elədim. Düzdürmü? İndi sən də burada bir dənə də olur. Bu 10 kliklə təyin eləmişiksə nə şəkildə yazırıq funksionu? Nə yazırıq? Window nöqtə nə? Functionın adı. Yəni ki, Windows-da belə bir dəyişən var qlobalında. Bu bərabər olacaq məndə hər hansısa bir funksiona. Bu funksiyonda olacaq belə. Bunu belə eləsəm, belə də eləyə bilərsiniz. Tamam, arrow da yaza bilərsiniz. Function yazmaya ehtiyac yoxdur. Bu neynə? Nə? Hə, heç bir problem yox. Bu, yazdıq belə. İndi biz nə etməliyik? Burada işlətməliyik. Məndə bura kateqori getməlidir. Get products by category işlətməliyəm. Düzdürmü? Get products by category-nin birinci oradan nə etməliyəm? Eləmişəm da, export. Hə, onda burada işlədə bilərəm. Get products by category. Super. Deyir, gəldi, düşdü bura. Bunu işlətməliyəm. Və mən burada bir dənə const cards yaradıram. Bunun içinə gələsən sən. Tamam. Hə, niyə olmur ki? Dəfələrlə eləməmişik, başqa yerdə funksiya yazıb, funksiyanın içində işlətməmişik. O nə demək? Rahat işlədərik. Yazdıq mı? Hə, deyirəm ki, yaxşı, bu kardım gedib gətirəcək bu servisdən datamı da. Amma bu servisə məndə kateqori getməlidir, axı o kateqoriya uyğun gətirsin. Düzdürmü? Kateqorinin adı getməlidir. Kateqorinin adını hardan göndərərik? Tamam. Burada məndə element slagı bura çıxardıram zaten. Element slagı bir dənə bura çıxardıramsa, element slaga görə verməli deyiləm zaten. Bir dənə baxın. Slaglar nədir? Kampaniya, Papa Dias, pizza qəlyanatlar. Şey nədir bizdə? Papa Dias qəlyanatlar, salat, pizza nədir? Eyni endpointlər deyil. Düzdürmü? Qəlyanaltı, pizza, Papa Dias, soses. Görürsünüz, eynidirlər. Tamam. Onda prinsipi məndə buradan bir dənə element nöqtə slagımı buradan da göndərərəm. Tamam. Ondan sonra birinci gəlib buradan deyərsən ki, mənim kateqorilərim buradan gəlir. Tamam. Mənə zəhmət olmasa konsoloqa ver kateqorilərimi. Görməli birinci nə gəlir. Oy. İndi birinci gedib baxırıq ki, buna vurdun. Ərdimazara bax. Vurdun. Oo, deyir Papa Dias is not defined, pizza is not defined, pasta is not defined. Niyə? 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 Ay, sağ ol.
Mirət, bu hal-hazırda buradan gedəndə element.stack gedir bax. Buradan gedəndə belə bir şey gedir buradan. Məsəl üçün sən buradan gedəndə nəyin üstünə bastın? Papadiyasın. Dəyişən olaraq belə bir şey gedir. Belə bir dəyişən var bizdə? Yox. Biz bunu nə formatında göndərməliyik? Mütləq ki, string formatında. Və burada cüt dırnaqdırsa içəridə tək dırnağa, çöldə təkcə içəridə cüt dırnağa fikir edin ki, dırnaqlar qarışmasın bir-birinə. 100% mütləq ki. İndi baxıram. Vəsə. Bu bura gəlirsə, bunu buradan hara göndərərəm? Bunun içinə. Tamam. Ondan sonra konsol loqa nəyimi verərəm? Görüm gəlir. Bastım pizzaya, pizzanın dataları. Bastım salata, salatın dataları. Bastım sosu, sosun. Gördünüz. Bir servisim. Dəli oldu. Hə. Ahırda yazmıyor bu diktatör sayfa yazmıyor. Hə. Onu yazıyor. O metoda çağırdı, servisdə. Haşo, servisdən bu nədir məndə? Bildiğin get əməliyyatında da. Bildiğin. Qardaş dedim ki, gətir, onu get əməliyyatına kateqori göndər. Gələn papadiyası göndərəm bunun içinə. Gedir salın arxasına. O linkdən fetch eləyir. Responsu qaytardı mı mənə? Qaydan responsu yığıram bunun içinə. Kartı datan içinə, onu da loqa çıxardıram. Tamamdır. Tamam. Bunu loqa çıxartmışsansa çətindir bunu şeyə çıxartmaq. Gəl burada bir dənə main yaz. Həmişəki kimi də. Main yaz. Burada bir dənə div yaz. Burada bir dənə kart yaz. Burada bir dənə class'dan, flex'dən qoy. Zıpla içinə. Nə qoyuruq? Oy. Oy. Gözləyim bir dənə. Düzəldim. Hə, все. Flex wrap. Ondan sonra justify center, items center. Ondan sonra gap 20 piksel. Ondan sonra can sağlığı deyə fikirləşirəm. Bir dənə də paygripdən qoyaq. 5, bir dənə də background qoyaq. Nə istəyirsiniz background-da? Mən də bilməm. Oldu altı. Baxıram. İndi bir dənə də bura gedib deyəcəm ki, nə düş? Kartsın içinə gedirəm skriptdən. Bir dənə də karts deyə bir şey tuturam. Karts deyə bir şey tuturam. Deyirəm ki, get konsoloqa çıxartdığın şeyi, ucu konsoloqa çıxartma. Vur məndə nəyin içinə? Karts datanı for each elə yaz da bundan. For each elə vur məndə cards nöqtə inner HTML-in HTML ne xoçur içinə. Bir dənə də ağzına remix ediyoruz ki. Çok süper şeydir inşallah. Kurza düştü. Bura ne yazılır? Image datamızda neydi? Adı. Item nöqtə. Oy. Item nöqtə. Image belə element nöqtədə amma. Tamam. Başqa nə var idi? Title, nə var idi? Daha bilmirəm hərəsində uyğun. Hə. Nəsə də image-in çıxaraq hələ ki bəs eləyir. Baxaq. Pizzada type, price, title, pastada title, hamısında title-dur, süper. Elə belə də olmalıdır. Bir dənə də gedib deyirsən ki, item, oy, element, nöqtə, title. Papadiyasa vururam. Pizzaya vururam. Hə, pizzaya vururam, gəldi bilirsiniz ara bunun altına. Niyə? Çünki cards nöqtə Raşidin keyfi pozulur. Biz yazdıqca. Hə.
Papadias, pizza, baxın, qəlyanaltılar, salat, pasta, necədir millət? Sos, mus. Hə, kampanyalarda heç nə yox. Bir də ki, məsəl üçün deyirsiniz ki, əgər şey deyilsə, hə, əslində. Tamam, tamam. Hə. Millət, bir də sizdə məsəl üçün bu hissə kampanyalarda ancaq bu olmalıdır. Elə bir kampanyalarda ancaq bura olmalıdır. Bu birislərdə bu çıxmalıdır. Prinsipi, yəni bunlara basanda buranın içi də sıfırlanmalıdır. Bilirsiniz haranın için deyirəm? Bax bu section görürsüz. Bu section məndə heat section deyə bir ad qoyun buna, heat section'ımda. Bu heat section'ım əslində sıfırlanmalıdır, getməlidir şeyə basanda. Display bildiyiniz none olmalıdır. Hə. Bizim slaydımızda. Hə. Bu bildiyiniz basanda o nə olmalıdır? Heat section'ın nöqtə style nöqtə display olmalıdır none. Tamam. None. Prinsipi uje bununla belə eləyəndə, belə eləyəndə, belə eləyəndə, belə eləyəndə, belə eləyəndə. Yaxşımı? Hə, və amma kampanyalara qaydanda yenə o gəlməlidir. Necə eləyərik? Amma bizdə bir sənətər kampanyalara qaydanda hal-hazırda bizdə error verir. Bilirsiniz niyə? Çünki kampanyalar deyə bizdə bir yoxdur slug. Tamam, slug deyirəm. Endpoint yoxdur və o da gedib return eləmir, heç nə return eləmir və o heç nə return eləmədiyi üçün bunu gedib şey eləyənmir. For each map zad eləyənmir. Həmişə belə error qaytarmamaq üçün sizə bunun içi boş bir array saxlaya bilərsiniz. Tamam. Görürsüz hal-hazırda for each erroru verməyəcəydim, verir. Çünki ümumiyyətcə elə bir şey qaytar. Heç nə olmaz, canımız sağ olsun. Çünki cards data. Hə. Onda bunu deyərik ki, ya bu olsun, bu da bu. Ya da məsəl üçün bu olsun da. İndi baxım görüm. Cəhənnəmə işlə. Hə. Error verir. Nəyi? Hə, Ayşə, o şey biz onu bilirsiniz nə? Ayırmalıyıq ki, sən kampanyalara gedəndə bunun içində belə bir function göndərmə. Bəli. Hə. Lalə elə dedi, belə fərqli bir şey deyəcək. Onun üçün ayrıca bir şey yazmalıyıq. Nə yazmalıyıq? Onu dedi ha. Deyərəm ki, const burada if mif zad yaza bilərəm. Const belə on click qoyacam bura, deyirəm ki, Allahın izni. Event. Ayda event adında da bir şey var da bizdə. Metod event. On cılıcıq event. Belə. Beləsin. Belə eləsin olar. Oy da çox. Seriozun bir şey deyil. İnanılmaz. Bu nədir? Bu nəyin şeydir? Bu bunun zadıdır. Burada qalıb. Arasın buranın. Düz qoydum. Hə, düz qoydum. Deyirəm ki, əgər məndə üzr say. Məndə element.slug mənə gələn Papadias deyilsə, Papadias deyirəm, kampanyalar deyilsə bunu qoy. Tamam. Kampanyaların adını götürərdik kaş oradan. Kampanyalar. Əgər mənə gələn burada yaza bilərəm ki, əgər oy da yox, deyirəm ki, belə şey olar. Ayda ifə ayırmalıyam onu. Element yazsaq süper olar. Əgər element nöqtə slug'ım bərabər deyilsə kampanyalara tamam. O zaman
Get bura onculuq eventi qoş. Tamam. Başımız boyda oldu. Çünki bunu eləyə bilmərik. Element is bax bunu deyir. Element is not defined bunu deyir. Ay sağ ol. Çünki bunu da belə də eləyə bilmərik ki, onu görsün. Özürəm də var. İfesdən yazma olar. Ama işləyir. Süperdik. Gördünüz nə yazdı? Basılmamalı da. Zaten basılmamalı da. Millət, bunu şeylə yaza bilərsiniz. Mən bilirsiniz ifeslə niyə yazmıram bu dəqiqə. İfes yazsan, ifesdə bir sən nə yazasan? Məsəl üçün əlavə eləyəndə ya bu lin əlavə elə, ya o birisi lin əlavə elə. Məcburi 2 dənə bundan yazmalıyıq. Tamam. Ya 10 klikli versiyanı əlavə elə, ya da 10 kliksiz versiyanı əlavə elə. Bildiniz nə deyirəm? Ona görə yazmalım, amma ürəyimi istəyir ki, niflə yazın. Əsas məntiqi bilirsiniz da. Yəni mən istəyirəm ki, məndə bu kampanyalar gəlirsə, içinə şey salmasın. 10 klik salmasın. Yox, onu yazmamışıq ki hələ. Amma ki, kampanyalara basanda kampanyalarda 10 klik yox deyə heç nə eləmir. Bir dənə gedib elementə baxsam, nə yazdığımızı başa düşünək əsas millət. Gedib getməməyi boş şeydir. Onu yazacağıq, həll edəcəyik. Bax, bunu görürsünüz, bunun içində bir dənə də bundan var. Bax, bunun altında şey var, ule. Bu uleni açanda, bax, bunu görürsünüz. Bax, digərlərində nə var? 10 klik. Bunda nə var? False, heç nə yoxdur. Gördünüz? Biz nə eləmişik? Düz dövrdə hər dəfə 10 klik event deyə bir şey yaradırıq, amma çox da problem deyil. Yəni varsa onsuz da əlavə eləyir, yoxsa əlavə eləmir. Siz nə edir bu? Gedirəm belə bir şey 10 klik event deyə bir şey yaradıram 10 klik kimi. Tamam. Əgər mənim kateqoriya datanı for each eləyirəm, bax bura. De bura. Bura. Tamam. Əgər bu ekrana çıxartdığım kampanyalardan başqa bir şeydirsə, kampanyaların bərabər deyilsə, o 10 klikimi əlavə elə ki, basanda datam gətir, basanda datam gətir. Çünki kampanyalarda heç bir data yoxdur axı. Amma kampanyalardırsa, o 10 klikə əlavə eləmə. Düzdürmü? Yaxşıdır, yaxşıdır məncə. Amma ki, kampanyalar olanda nəyə əlavə eləsin? Tamam. İndi orası var da. İndi deyirsən ki, cards inner HTML plus bərabərdir. Cards datanı gəzirik də. Hər dəfə mənə gələn. Əgər mənə heç nə gəlmirsə, məsəl üçün şeyə basanda bunun içinə nə gəlir? Heç nə gəlmir. Nə deyə bilər? Onda bunun özünə şey ayrıca bir şey yazacaq. Əgər bu deyilsə, adı nə idi? Da все belə eləyərik də. Bunu da promo olaraq statik təyin eləyərik. Çox qəşəng. Bunu heç şeydə yazmayacağıq. Bu sectionu buradan rədd eləyəcəm. Siz nə edəcəm? Bu dinamikdir deyə zaten bizdə. Gedib deyəcəm ki, əgər varsa kampanyalar deyə bir şey gəlmirsə, 10 klik event əlavə elə. Kampanyalar deyə bir şey gəlirsə, ora əlavə elə şey. Ay sol, onlara əlavə elə başqa 10 klik. Bir dənə də 10 klik event yaradım. Event 2. Bu print kampanya olsun da burada. Print heat section. Tamam deyə bir bu olsun. Bu da function adı da bundan olsun və içinə getməyəcək burada. Tamam. Əgər deyilsə, sən nəyə əlavə elə? Print heat section. Tamam. Və burada bizim window nöqtə print heat section'ımız bərabər olacaq bir dənə function-a. Tamam. O function-da biz nə edəcək? Məndə heat second var idi. Gedib
Buradan tutduğum. Onun inləri HTML-nə. Daha doğrusu promo şeyinə promo kartını da deyə bilər. Ya, artıq hit section-a da ehtiyac yox, demirlər. Tamam. Varsa kartın hit section'ını bu eləyim, yoxsa super. Kartın bir şey üstündən işləyək. Kartın inləri HTML-nə əlavə eləyəcək bizim bu götürdüyümüzü. Bu section'ı. Tamam. Bunu da get bağla, qalsın burada. Və burada kartın içini boşaldacaq hər dəfə. Və sənə də ehtiyac olmayacaq. Errorum var. Yox. İndi gedirəm. Papadiyasa basıram, pizzaya basıram, gələn altıya basıram, kampanyalara basıram. Ay aman, heç olmuş. Nə deyir ha o? Burada function var. Nə deyir? No penner, no referrer. Nə danışır bu? Yox, bu deyil. On click hanı ki? Hədə print heat sec. Var da. Print heat sec. Tamam. Print heat sec. Windows.print heat sec. Yox, basanda işləmədi. Onsuz da qraftı hələ çağırmamışıq. Print heat sec. Mən gəl birinci loqa ver ki, qaqa salam. İşləyirəm sənə. İşləyirəm. İstəyirəm oldu ama. İşləyir da. Onda burada nasıl problem? Cards. Diyan. Allah ekber. Ne işləmirsən? Millət fikirləşin görək. Hardasa sıfırlayırıq. Plus bərabərdir eləmə. Bərabərdir elə. Yox, bundan da olmayacaq. Prosto oldu. Kartlara flex vermişəm deyə. Siz başqa divin içinə salın. Lap gedin bunu mainin içinə salın. Başa düşdünüz? Çox da problemi yoxdur. Amma əsas bunun işləməyidir. Başa düşdünüz? Yəni statik olaraq bu görsənsin. Sonra görün nə edirəm. Görün. Sən müəllimimiz elə belə adam böyle. Onsuz da burada vardı onun kodu. Nəsə onsuz da buradan götürək. Saçtım. Всё, nə istəyirsiniz? Qutardı getdi. Yəni bir dənə də buradan skriptə gedib yazırıq ki, ay Allah, bizdən o tərəfə qıcı kod yazan adam ola bilməz. Print heat sec. Bax bir dənə də özünü çağırırıq. Statik olaraq bu gəlir, düzdürmü? Bunlara basanda bu gəlir, buna qaydanda yenə bu gəlir. Əladır. Super. Nə? Getsin də ora da gətirərsən də. Get data ilə bir dənə də bura çəkə. Nə harda gedir? Nə gedir kampanyalar? Götür də. Nədir ki, yəni bir dənə. Hətta onun üçün əlasan, supersən. Bax hətta bir sənə tər onun üçün mən ayrı servis yazmağın tərəfdarıyam. Şey barədə. Məsəl üçün bir aralıq gəlir artıq sənə. Məsələn fetch olur. Burdan datan gəlir. Burada datanı random şəkildə slice edirsən. Və o array-i return edirsən, məsəl üçün. Bildin necə? Sizdə məsələn əsas səhifə, əsas saytda necə olur? Papa Jones. Bu sayt qutaranda bir pizza vurub yeyək burada. Nə deyirsən? Yox ya, var. White müəllim alacaq sizə bir dəfə. Mən tırkalasam alar. Hələ nə yapdı yəni, bilirəm.
Hardadır o şey statik? Hə, bunu deyirsən, hə? Bir dənə. Yox, elə bir də qab da yox, dənə, bir dənə belə. Dilim. Hə. Nə qədər pizza demişdik biz. Xərcə salmışdıq 2 kilo. Hələ soklar zadda. Sən nə deyirdin? Burada nə deyirdin şey? Gedən kartlar, martlar zad. Kart zad dedin, gedir stat. Bunu de. Hə, bunda yox. Kart mart gedirsə, hə. Ortada qaldı, sən necə gedib başqa bir yerə verəsən? Başqa bir yerə verməyəcəksən. Nəyi? Bir adam ortada qaldı. Hə da, biz kartın inləri HTML-nə zadlamışıq da bunu. Zıplamışıq. Buranın. Hə. Get bunun menüyünün inləri HTML-nə zıpla da. Hə. Hə, fərqi nədir? Eyni şeydir. Prosta mən əlləşmək istəmirəm. Mən tənbəl adamım. Hə. Başlamış da. Dokument. Hə. Baba. Yox. Hə. Paramız yox, onda URL dəyişəcək, pəsi dəyişəcək. Bura belə bir şey gəlsə. Bunu bura əlavə eləmək üçün bu artıq linki dəyişirsən. Window location href var idi. Sən birbaşa onu dəyişirsən hal-hazırda bunu dəyişməklə. Səndə window location href var idi, pass var. Hə. Bunun üçün sən belə bir yerə getsən, bu deyəcək ki, cannot get. Məsələn, Rəşid belə eləyibdi. Hə. Yox. Bu məsəl üçün şey olaraq da yaza bilərsiniz. Hə. Fləqlərdə, yox, fləqlərdə şey olaraq yaza bilərsiniz. Bizdə sualla, yəni query param sata bilərsiniz. Bura ki, hə, kateqori gedəcək bura, o olacaq Papadias. Tamam, hə, bu olar. Çünki bu linkə təsir eləmir. Tamam. Və gedib bu kateqorini buradan tutub şey eləyə bilərsiniz. Bura əlavə eləyə bilərsiniz. Yəni çox fərqi yoxdur. Amma ki, bu da keçərli üsuldur. Yəni ikisi də keçərli üsuldur. Tamam. Daha məqbul olar məncə. İndi bir dənə məsəl üçün burada bizdə şey olanda, silmə milmə əməliyyatı olanda bir dənə də bura silmə əməliyyatı tullayaq gəlin də. ID. By ID. Ha, indi silmə əməliyyatına fikir verin. Delete product by ID. Tamam. Ha, ID gələcək bura siləndə. Hansından siləcək bəs qardaş? Bildiniz nə deyirəm? Yəni ki, yəni millət, bax buradan silirəm da. Buradan Papadiasdan siləndə ayrı yerdən silinməkdir. Amma ki, hamısı eyni kartdır. Fikir verin, serviv script. Bura bir dənə button zıplayaq. Button. Button. Yox, datadan silməliyik axı. Siz nədir? Siz qaldıyız, siz CSS dövrümüzdə. Özünün. Getdi o. Öyle bir şey yok da. Buradır. Tamam. Hə. Bu burada dayanıbdır. İndi mən buna basanda, bu silməlidir bu kartı. Düzdürmü? Amma burada Papadiasdan silirəm, Pizzadan silirəm, burada Papadiasdan silirəm, burada Qəlyan 6-dan silirəm. T-modu. Bildiniz nə deyirəm? Yəni çünki yəni bizdə siləndə nə olmalıdır? Bizdə siləndə nə gəlməlidir?
Birinci məsəl üçün Postmana gedək baxaq. Tutaq ki, Postmanda bir dənə silmə əməliyyatı şaqqıldadaq da. Delete əməliyyatını necə eləyirsən? Hansından silirsənsə, delete əməliyyatı. Getməlisən, məsəl üçün Papadiasdan silirsənsə, Pizzadan silirsənsə, Pizzanın endpointi ondan sonra bir dənə ID. Ondan sonra delete. Ondan sonra deyir ki, hə, sildi qaqaş. Silmədi qaqaş. Yoxsa ki, ayda belə deyil, amma ayda hərflərdir. Hə, ID hərflərdir, düzdür. Bir dənə gedək, pizzadan ID götürək. Gözəlsiz. Title, image. ID. Ayso, bax, bir dənə bunun ID-sini götürək, tutaq ki da. Bunun ID-nin özü qəşək generate edir. ID-lər əslində belə olur millət. Bu real ID-lər. Yəni, normal ID-lər belə olmur. 1, 2, 3, 4, 5 olmur, çox vaxt ID-lər. ID-lər bu şəkildə generate olunur. Tamam. Bir uniquelik qorunsun, bir də nisbətən məxfi olsun deyə. Tamam. Nə oldu? 200 verdi, okey verdi. Getdi silin, düzdür. Amma nə yazmışam bura? Pizza. Burada şeydən silmək istəsəm, qəlyan altdan. Nə yazmalıyam bura? Qəlyan altı. Düzdürmü? Amma ki, məndə onu necə eləyəcəm indi? Deməli, məndə ID-dən qabaq bir dənə də yenə kateqori gəlməlidir. Düzdürmü? Birinci bu linkin arxasına kateqori yapışmalıdır. Ondan sonra ID yapışmalıdır. Tutdunuz temanı. Hə. Bir dənə də burada delete product by ID getsin. Və bir dənə gedib buradan deyirəm ki, qardaş, sənin yenə 10 klikin olacaq. 10 klik. O da olacaq. Handle delete. Handle delete'in məndə nə göndərməlidir hal-hazırda? Nə göndərməlidir? Bir kateqorini göndərməlidir. Bir də nəylərin içində olmalıdır? 100% dırnaqların içində. Çünki deyəcək ki, yoxsa not defined. Kateqori buradan gəlirmi zaten bizə? Promoy bu ki, buradan göndərilən yerdən. Tamam. Bu element ID hardan gəlir? Elə datamı məplənən yerdən. Piso da. Bir dənə də buradan gedib deyirsən ki, delete fetch hansı əməliyyat? Nə? Metod. Düzdürmü? Bəs eləyir. Poll. Batma olmasa nədir? Xəyal gücü ilə. Hə. Hə. O şey, yəni sən bunu, biz normalda bunu şey üçün, hal-hazırda client üçün yazırıq. Tamam. Müştəri üçün. Belə olmayanda sən onlara bir admin panel, məsəl üçün, sayt verirsən, ki, Turbazın parçada saytını yazırsan, verirsən onlara. Turbazı yazırsan. Və onlara bir dənə admin panel verirsən, saytı işlədəcək adamlara. Ki, məsəl üçün, burada məsəl üçün /index.html./admin deyə bir yer olacaq. Ora yalnız adminlərin girişi olacaq. Onu da backenddə təyin olunur ki, yalnız adminlərin. Adminlər artıq arxada bir dənə admin panelləri olur. Orada silmə əməliyyatları olur, kartları. Kartlar belə table şəklində düzülür artıq admin paneldə, belə yox. Table şəklində produktların adları düzülür orada. Orada basırsan shift silirsən, clientdan da silinir. Amma clientın silməyə icazəsi olmur. CRUD əməliyyatlarına çatmağa. Siz girib Turbazdan silə bilirsiniz kartı. Amma silə bilirlər onlar. Çünki onlarda icazə var, sizdə yoxdur. Onlarda rol təyin olunanda, məsəl üçün, təyin olunur rol, backenddə, servislərdə da. Rol təyin olunanda adminə, məsəl üçün, elə servislər var ki, ancaq adminlərə verilir. Elə servis var ki, heç adminə də verilmir, ancaq super adminə verilir. Silmə əməliyyatı. Məsələn, create verirlər adminlərə. Çünki bir dənə olmur. Məsəl üçün, 6-7 dənə orada developer işlədilər. Bunların 6-7-si əlavə edə bilməlidir ora kartı. Create verirlər, amma delete verirlər məsəl üçün maksimum 1 nəfərə, 2 nəfərə. Super adminlərə. Çünki delete əməliyyatı məsuliyyətli əməliyyatdır. Sildin şeyin datasını, client'ın, müştərinin birinin datasını, nə olacaq? Var idi bir dənə bizdə, bizim müəllim var idi, Node.js müəllim, Hüseyin müəllim var idi. Onun dostu var idi bir dənə, dost deyəndə tanış uzaqdan da. Bankların birində
kredit table var imiş. Bir dənə kredit table 200 nəfərə yaxınlıqda. Basıb bütün table'ı silmişdi. Hamının kreditini silmişdi millət. Və nə bilim ona yəqin ölkədən qaçıb eləyib, neyniyəsin. 200 minə yaxın borc yazılmışdı. Nə? Yox. Yox, verməzlər. Rahat olma. O zaten şeylə bağlı bir şeydir. Database'in yenidən re-render ilə bağlı bir şeydir. Millət, indi buna baxaq. Məsələn, delete əməliyyatı var da bizdə. Heç nə deyirəm. Çünki delete əməliyyatının içində heç nə yazmamışıq da ona görə. Deyirəm ki, nə? İndi bizdə delete əməliyyatı var. Heç sara yığışmırsınız. Amandır. Zat səs eşidirəm. Zamotdan zat. Başım söndürəm. Bərabərdir. Async masync yazıram. Bundan. Sən sil olanda neynə? Delete product by ID işləsin. Tamam. Await işləməsəm də olar, amma await işlə. Yaxşı. Füso yəni, başqa istə demirəm. Çünki avtomatik bizdə refresh gedir deyə çox da deməkdir. Qolqa sağlam istəyim, göstərirəm. Tamam. Papadias'a getdim. İtalyan Papadias görürsünüz. Sildim. Zırt oldu. Ne deyir ha? Pa. Yaxşı. Servis mi? Yo, millət içinə heç nə göndərmirik. Xəstəyik, başımız satmır bizim. Deməli nə qəbul edirik buradan? Bir kateqori, bir də ID qəbul edirik, eləmi? Burada göndərməlisən nə? Kateqori, bir də ID göndərməlisən də. O boyda servis yazmışıq. Nə gözləyir orada bizdən? Hansısa kateqorinin həmin ID elementini silməyə gözləyir. Papadias'a getdin, İtalyan pizzanı sildin. Hop! Gedirsən, baxsan, İtalyan pizza getdi. Amma ki, qayıdır əvvəlki səhifəyə da. Chicken parmesan. Getdi chicken parmesan. Prosto adını yadda saxlamadınsa bilməyəsən da, silindi, silinmədi. İnşallah getdi. Belə. Millət, bunu deyirəm, bu refresh, bu obis qrupda da çıxdı bu problem. Oturduq fikirləşdik, bizi nəzərlə elədik. Bax, bizdə məsələn bu refresh problemi, məsələn sildin, bu problem nədir? Bizdə refresh atılmağı. Refresh atılmağının qarşısını alamırıq. Amma mən necəsə deməliyəm ki, statik olaraq məndə məsəl üçün buradan pizzadan delete eləmişəmsə, pizza səhifəmi aç. Bunu necə deyə bilərəm? Nəyi? CV? Prevent default-la. Prevent default yox, qabağını almır da. Keçən dəfə dedim ki, bunun qabağını almır. Bu CRUD əməliyyatıdır deyə qabağını almır. Forumla bağlı bir şey deyil. Tamam. Bunu bilirsiniz necə? Refresh-lə bağlı olmayan, refresh-dən asılı olmayan bizim nəyimiz var? Biz bilirsiniz nə etməliyik? Biz kateqorini yadda saxlamalıyıq ki, pizza kateqorisindən silmişəmsə, gələn dəfə gətirəndə pizza servisini işlət, o dataları gətir mən ekrana, bildin? Bizdə nə var? Refresh-dən bağımsız işləyən, refresh olanda dəyişməyən, refresh olanda saytı bağlayırıq, gəlirik, yenə oradadır. Nə var bizdə elə bir şey? Local storage var, düzdürmü? Biz prinsipi deyə bilərikmi ki, bu silmə əməliyyatı eləyəndə get lokala. Bunun at ki, pizza səhifəsində idim mən, kateqori olaraq. Qaydanda da, lokalda mənim nəyimsə varsa, hər hansısa bir şeyim, get statik olaraq bu print kartı işlət. İçinə də həmin o lokaldakını ver. Bildiniz nə deyirəm? Onda statik olaraq mən deyirəm ki, delete-də get, local storage necə işlədik, yadınızdadır? Set item elə, kateqori deyə bir şey at. Kateqori deyə bir şey at. Tamam. Ora getsin, bizim tıtıcımız düşsün. Tamam. Baxıram bir dənə. Yutsan quşlar. Dırırım. Harada demirlər? Application.
Fablist. Hələ fablist qalıb yerdə. Düzdürmü? İndi mən deyərəm ki, qardaş, mənim sayt açılanda birbaşa mütləq ki, millət o function yazanda bunu işlədəsinizsə, bu function altında yazın. Çünki window functionda onu görməyəcək yoxsa. Gedib deyirsiniz ki, biz siz nə deyirəm? Bax, gəlin burada yazaq o functionu görəsiniz. Deyirəm ki, gedib yazarım ki, function static render deyə bir function yazıram. Sayt açılanda işləyirəm. Static renderin mənbisiz nəyi yoxlayır? Gedir, const şey götürür, kategorini götürür. Siz hardan? Nəydən? Local storage nöqtə get itemdən kateqori, düzdürmü? Tamam. Əgər kateqorim varsa, tamam. Mən kateqori gəlir. Tamam. Əgər mənə kateqori deyə bir şey gəlirsə, millət, if, gəlin promote yazaq. Kateqori deyə bir şey gəlirsə, mən də siz gedib nə işlədirsən? Print kateqori products. Həmin kateqorinin productslarını. Yəni ki, əgər mən element silmişəmsə, o gedib lokala düşübsə, tamam. Məndə saytım təzədən refreshlənəndə, lokalda məndə məsəl üçün pizza deyə bir şeyim varsa, göndər o pizzanı print cut produsun içinə, o da məndə getsin servisimdən həmin kateqorinin məhsullarını yenə götürsün, düzdürmü? Ondan sonra gətirib salsın kartın içinə, yəni həmin pizzanı gətirib salsın təzədən bura. Bildiniz? İndi bir dənə də bunu nə etməliyik? Statik olaraq, indi baxın sizə dediyim xətanı deyirəm. Bunu işlədirik burada. Burada gedib yazır ki, local storage. Bunu buradan silirəm. Console. Print cut is not defined. Çünki millət bu bizdə window function olduğu üçün bax görürsüz bu print cut plot. Tamam. Bu window function olduğu üçün. Əgər burada bunu işlədirsənsə, o artıq oxunmalıdır. Yəni burada print cut deyə bir şey yoxdur hələ ki. Tamam. Ona görə bunu harda yazmalısan? Altdan yuxarı, yuxarıdan aşağı oxunaq kodlarımızda. Bunu get yaz belə print cut. Bu nə də? Print katek neydi bizdə? Print katek gəlib bura çıxır da. Qalx yuxarı. Öz başına yazsan. Bir dənə onu kontrol X eləmədim, gördünüz. Hə. Düzdürmü? Az deşinə. Gedirəm, pizzaya basıram. Pizzadan bir dənə delete edirəm. Qaldı pizza səhifəsində. Gedirəm salata basıram. Salatdan bir dənə delete edirəm. Qaldı salat səhifəsində. Məsələ bilirsiniz nədir? Hal-hazırda gəlir məndə burada. Gəlir gül kimi application'da kateqoriyada salat var deyə. O gedir nə? Kateqoriyadan salatı götürür. Və əgər sayt açılanda, bax bu mənim işləyir hər dəfə. Sayt açılanda işləyir. Sayt açılanda kateqoriyada, lokalda belə kateqori deyə bir şeyin varsa, gedir print kart plotun isə həmin kateqorini verir ki, qardaş, o kartları ekrana çıxar. Mənə səhifəm lazım deyil. Amma ki, yəni indi burada kampanyalara basanda gülfünlə çıxarır. Amma ki, kampanyalarda bir dənə də burada refresh verəndə yenə. Çünki kampanyalarda artıq biz nə etməliyik? Kampanyalara keçdiksə lokal nə edək? Sıfırlayaq, təmizləyək. Lokal təmizləmək nə idi bizdə? Kampanyalarımız haradaydı? Kampanyalara harada vururduq ekrana? Print katek. Print head section deyil bura. Düzdürmü? O burada. Tamam. Burada bir dənə gedib deyərəm ki, get. Ona basanda birinci olaraq
Local storage'imi neyinə? Clear, düzdürmü? Get bunu da ala. Salat. Bax, hal-hazırda refresh versək, gül kimi qayıdır ana səhifə. Qəlyan altlar. Delete. Ayda. Hə. Ayda, mən statik olaraq hər dəfə kampanyalarımı çıxardır axı. Yəni da statik olaraq ekran açsan kimi zaten bunu eləyir axı. Tamam. Hər refreshlənəndə işləyir axı da bu. Nə oldu? Necəsiz? Gülürlər. Error almışı tapanmır, gülürlər bu. Allahu Ekber, nəyə gülür bunlar? Ha. Necə eləyə bilərik? Statik olaraq məsələn bu açılır, qəlyan altı. Kampanyalara basanda bu gedir, pizzaya basanda delete olanda statik olaraq bu işləyir da. Nə olur? Hı? Düz 3 yıl. Nə demək bu? Deməli, düzsüz. Bizdə yox ya. Problem birinci bilirsiniz nədir problem? Problemi görməlisiniz ki, məsəl üçün bu açılanda statik olaraq ikisi də işləyir da. Biz buradan bunu sildik. Məsəl üçün gəldi bunu bura. Buradan bunu sildik. Gəldi düşdü. Və refresh olundu. Refresh olunanda gəlir birinci print section oxunur. Çünki bunu ekrana vururuq hal-hazırda biz. Hə, o da birinci lokalı təmizləyir və burada məndə lokaldan heç nə tutmur. Mən deyərəm ki, bax kateqoriyada səndə local storage get item eləyəndə ya sənə kateqori gəlsin, ya sənə kateqori gəlsin, ya da sənə gəlsin kampanyalar, adı neydi o? Kim yazmışlar? Ay millet. Necə deyəm? Birinci render yox. Fikirləşin də. Bunu götürdüm. Biz bunu nəysə görə təyin statik olaraq deməməliyik ki, sil. Print kateq. Statik olaraq silinməməlisən. Tamam. Əgər sənə basılıbsa silinməlisən. Tamam. Bu da zaten basılanda işləyir da bizdə print heat section. Tamam. Basılıbsa bu statik işləyəndə içinə heç nə getmir. Amma basılanda içinə nəsə gedir. Düzdür? Basılanda tutaq ki, içinə göndərək bunun adı neydi? True deyə bir şey. Tamam.
Elə turunu belə sözlə göndər. Tamam. Buradan da status diye bir şey tutaq. Əgər statusun turu olduğu vaxta gedib siləsən ha lokalı. Xoşbaxtçılıq. Silindi. Refresh. Buradadır. Süper. İşləyir mi? İşləyir. Bombaşı. Yazdım. Alçalaq. Ha? Deyirmir. Baş. Həqiqi. Millə başa düşmədi. Ciddi. Başa düşdü. Bunu Rəşid sizə hər dəfə yaxşılıq olsun deyə deyir. Təkrar olsun deyə. Axırda bir dənə üstündən 100% kəssin. Yox, yox, gəl. Nə istəyirsən Rəşid? Harasın başsan? Rəşid, bax bizdə pizzada bunu siləndə nə olurdu? Pizzada bunu siləndə atırdı birbaşa kampanyalara, refresh verir deyə. Düzdürmü? Bu atmasın deyə getdim pizzanı lokalda saxladım kateqoriyanı. Dedim ki, hansı kateqoriyada silmişəmsə, oranı gəl, oranın kartlarını sal. Hə, lokalda saxladım. Əgər lokalda mənim kateqoriyam varsa, onun kartlarını gətir. Tamam. Əgər lokalda kateqoriyam yoxdursa, birbaşa kampanyalar gəlir də. Çünki işləmir bu. Düzdürmü? Bir dənə mənim problemim var idi ki, əgər lokala kartımı burada düşəndə, lokala burada kart düşürək, buradan siləndə, kateqoriya düşürək. Hə. Bu kateqoriya əgər clear eləməsəm, məndə kampanyalara gedəndə də burada qalırdı. Və mən də refresh verəndə qayıdırdı o bir səhifəyə. Bildin? Mən də deyirəm ki, əgər kampanyalarıma klik eləmişəmsə, neynə? Lokal təmizlə. Klik elədiyimi hardan bilirəm? Çöldə işləyəndə bu print kateq içinə heç nə getmir. Sırf gedib klik eləyəndə içinə tur göndərirəm. Çünki bu on click eventidir. Bu çöldə əlimizdən işlətmək. Düzdürmü? Tutduz temanı. Əksi qurtardı ki. Keytsə aydın deyilsə ki, bir də yama get. Sağ ol.